Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sfera Azın məlumatına görə 8 noyabr tarixində Azərbaycanda Zəfər günü qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən bayramdan əvvəlki iş günü 1 saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə 1 saat az olacaq. Qeyd edək ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Zəfər günü şənbəyə təsadüf etdiyi üçün noyabrın 10-u qeyri-iş günü hesab ediləcək. 9 noyabr isə dövlət bayrağı günü olduğu üçün 11 noyabrda iş günü sayılmır. Beləliklə bayramlardan sonra ilk iş günü 12 noyabr olacaq.